Bu yolda sürücülər bir-birini gözləməyə məcburdular. Cəmaət əziyyət çəkir, zülüm çəkir. Vallahi. Hər gün bax burada gecikmələr olur. Hər gün. Çox çətindir. Yol buradan 3 yol gəlir, buradan gəlir 1 yol olur. Burada nə maşın gedir, nə də ki sürmək olur, nə də ki marşrutla işə gedib qayıtmaq olur. Neçə ildir deyirlər, plana düşüb, hələ bir xəbər yoxdur. Bura paytaxtın Keşilə qəsəbəsinin içərisindən keçən əsas yollardan biridir. Bu yolda vəziyyət sözün əsl mənasında acınacaqlıdır. Cəmi bir hərəkət zolağından ibarət olan yolda gedib gələn sürücülər çətin anlar yaşayırlar. Üstəlik bu yol Babək və Heydər Əliyev prospektlərini birləşdirir. Evlərin vaxtı ilə plansız tikilməsi indi hərəkəti çətinləşdirir. Kim kimə yol verməlidir, üstünlük kimdədir bəlli deyil. İri qabaritli maşın həmin yoldan keçəndə hərəkət tam iflic olur. Üstəlik piyada infrastrukturu da sıfıra bərabərdir. Burada nəqliyyat axınında sıxlıq müşahidə etmək üçün pik saatları gözləməyə ehtiyac yoxdur. Faktiki olaraq günorta saatlardır və biz görürük ki, burada nəqliyyatın hərəkətində ciddi problem var. Nəqliyyatla yanaşı piyadalar üçün də ərazidə mövcud problem var və ümumiyyətlə səkidən əsər əlamət yoxdur. Keçmək olmaz. Saatlarla qalıq burada. Həm gediş, həm gəliş. Tam bağlanır. 2 avtobus gələndə başda 2 saat, 3 saat maşınlar dayanır burada. 1 saat, bir də görürsən ki qalırıq burada yarım saat. İndi açılar, yol açılar. Yəni bu boyda məsafədən 2 dənə marşrut keçir. Problem qardaş, gündəlik bu yollara probkadır hər gün. Səhərdən başlayır axşama kimi. Səhər saat 7-dən axşam saat 9-a kimi. Biz probkaya düşürük piyadalar. O yüzden bu yüzden elə bil bura sentral ana yoldur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin yolda vəziyyətin normallaşması üçün kompleks tədbirə ehtiyac var. Xırda bir dekorativ düzəlişlərlə onu həll eləmək mümkün deyil. Ərazi tamamilə yenidən planlanmalıdır. Yəni oradakı tikililər, evlər, sonra onların yerləşməsi hamısı qiymətləndirilməlidir. Genişləndirmə olacaqsa yol tutaq ki, şəraitə uyğun olaraq məsələn tutaq ki, 4 zolaqlı bir yola çevrilə bilər. Həmin 4 zolaqlı yolunda səkiz olmalıdır. Müasir tələblərə uyğun mikromobillik zolaqları olmalıdır. Belə olanda bir xeyli evlərin sökülməsi və yerin dəyişdirilməsi ehtiyac yarana bilər. Bütün bunlar hamısı nəzərə alınaraq burada işlər görülə bilər. Qeyd edək ki, 2025-30-cu ilin dövlət proqramında Keşilə qəsəbəsindən keçən Bakının əsas prospektlərini birləşdirən küçə və yollarla bağlı təklif öz əksini tapıb. Proqrama əsasən Keşilə qəsəbəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması hədəflənir. İslam Əşrəfov, Yusif Kərimli, Aydın Bayramov, Xəzər xəbər.